Salam uşaqlar, xoş gördük sizləri. Bugün mən Ayda müəllimə sizinlə tam mexaniki enerji mövzusundan olan 37-ci məsələnin həllinə baxacağam. Məsələdə bizə nə deyir? Yer səthindən V0 sürəti ilə yuxarı atılmış M kütləli cisim yerə V0 sürəti ilə dəyir. Havanın müqavimət qüvvəsinin işini hesablayın. Baxın, bu zaman bizim işimiz kinetik enerjinin dəyişməsinə bərabər olur. Yəni delta Y kinetikə. Biz də bilirik ki, bizim kinetik enerjimiz mv kvadratı bölünsün 2-dir. Əgər delta Y kinetikdən söhbət gedirsə, o zaman bizim delta Y kinetikimiz bərabərdir. Y kinetik çıxılsın Y kinetik sıfıra. Onda yazıram A bərabərdir. Kinetik enerjimizin düsturu mv kvadratı böl 2 olduğundan o zaman yazıram. MV2'nin kvadratı yani sonuncudan bölünsün 2 çıxılsın. MV1'in kvadratı bölünsün 2. Tamam, burada baxıram ki M bölünsün 2'lər hər ikisində var. O zaman bunu mötərizə xaricinə çıxardıram. M bölünsün 2 mötərizə açılsın. V2'nin kvadratı çıxılsın. V1'in kvadratı bərabərdir. Kvadratı bərabərdir. M bölü 2'miz, m'imiz yoktur diye kalacak yerinde. İndi keçirəm V2, V1'ə. Bax bizim sonuncu sürətimiz budur. Başladığımız sürət budur. O zaman V2'nin kvadratı deyirəmsə, V0 bölünsün 2'nin kvadratı yazmam lazım. O zaman da hər ikisini kvadrata yüksəldirəm. V0'ın kvadratı bölünsün 4. Çünki V0 bölü 2'ni kvadrata yüksəltdim axı. Çıxılsın. V1'imiz də V0 olduğundan elə V0 kvadratına bərabər olacaq. Bərabərdir. Yenə bərabər. M bölü 2 olduğu kimi qalacaq. Mötərizənin içərisini həll etməyə çalışıram mən. Buna ortaq məxrəc 4 olsa, onda olacaq V0'ın kvadratı çıxılsın. 4V0'ın kvadratı bərabər. M bölü 2 olduğu kimi qalacaq. Burada 4V0 kvadratından 4V0'ın kvadratını çıxanda mənfi olacaq. Mənfi 3V0 kvadratı bölünsün nə olacaq? Ədədimiz 4 bərabərdir. Bu mənfidir. O zaman mənfini vuracağım bu tərəfə. Mənfi keçəcək bura. Sürəti vuracağım sürətə. Məxrəci də vuracağım məxrəcə. 2'ni 4'ə vurdum 8. M'i də vururam sürətə. Olur nə? 3 m v0'ın kvadratı. Vəssalam, mənim aldığım cavab mənfi 3 m v0 kvadratı bölünsün 8'ə bərabərdir. Və burada da cavabımız olacaq D variantı.